Ona görə də mən fikir edirəm ki, bir millət ki, Osmanlı İmperatoru yaradıbdır və illər boyu hakimiyyət edibdir, o gərək bunu düşünər ki, və ya o birisi millət ki, biz olaraq Səfəvi, Əfşarlar 1000 il İranda hakimiyyət ediblər, Türklər, Səlcuqlar. Bunlar gərək fikirləşələr ki, əvvəl Türk birliği, sonra Avrupa birliği. Çünki Avrupa bunları qəbul eləməyəcəkdir. Dəqiqən biz bunu Türk qurultayında da demişik, Türk dünyasının qurultayında, orada danışanda demişik. Və dəqiqən çünki bunların məqsədləri birinci növbətdə öz siyasətlərini qabağa aparmalıdırlar. Bunlar bilirlər ki, Türklər Viyanəcən gəliblər. Yəni bunların yaddaşlarından bu çıxmayıbdır. Ona görə də öz siyasətlərini dəqiqən çox klasik formada qabağa aparılır. Və hər kəs bugün fikir eləsə ki, əgər erməni soyqırımı dırnaq arası Türklərin tərəfindən qəbul olunsa, bunları şayət qəbul edirlər Avrupa Şurasına, Avrupa Birliyinə, bu özü bir dənə xətadır, eləməyəcəkdir. Dəqiqən çünki biz o ölkənin içindəyik, mən 40 il orada yaşayıram, bütün partilərin əlaqəm vardı, parlamentin əlaqəm vardı, geçən Xaricə Nazirliyi bizim yanımızda çalışıb, bizim şikaflarımızı satıb, Yoşka Fişe, 8 il Xaricə Naziri oldu, ya Şroyder, bunlar hamısı orada gənclər təşkilatında sosial demokrasiyada olubdur. Ona görə fikir eləməsin ki, bəzi şeyləri qəbul elədiksə, Türkiyəni Avrupa Birliyinə qəbul edəcək. Xeyr, Türkiyə NATO'da lazım idi qəbul eləmişdir. 40 il NATO'da köməkli elədi və Soğuk Savaşın qabağında və Rusun modern silahlarının qabağında neynədi? Dayaq idi. Çünki indi Soğuk Savaş qutuldu, Türkiyənin də o rolu aradan getdi. Ona görə mən fikir edirəm ki, Türkiyədə yaxşı aydınlar vardı, yaxşı fikirli siyasət bilənlər vardı. Bu məsələni bilməlidirlər ki, bunlar üzlərin Türk dünyasına çevrilməlidirlər. Türk dünyası əvvələn böyük bazardır, ekonomi nəzərindən, texnoloji nəzərindən Türkiyənin ən gözəl texnologisi vardı, edə bilər. O dostları ki, Amerikada və Avropada ən böyük inkişaf sahələrində çalışırlar, araşdırma mərkəzlərində çalışırlar, onlardan istifadə edib ən gözəl siyasi və ekonomi proqramını Türk dünyasında qurur. Ondadır ki, Avrupa gələcək, yalvarsın ki, bunlardan ki, xahiş edirik ki, siz gəlin Avrupa Birliyinə. Vaqiyyət odur ki, Alman özü Avrupa Birliyinə gedəndən bahalaşıbdır, icarələr, evlər, kirayalar, hamısı bahalaşıb, yəni elə də bir lütfi yoxdur, biz təvizdə deyərik. Avrupa Birliyinə getmək. Ona görə hətta Türk dünyasından da söhbət olanda elə problemlər bizim özümüzdədir. Bizim özümüzdə problem vardır. Biz Türk dünyasında da gördük ki, 35 milyon Güney Azərbaycanın adını çəkməyə bu Türk dünyası qorxur. Deyirlər bizim Bulqaristanda 2000 ya 120 min türkümüz var. Borçalıda türkümüz var, o yanda türkümüz var. 35 milyon Güney Azərbaycan türkünün adını çəkməkdən indiyəcən neyniyiblər? Qorxublar. Dəqiqən bu qorxmaqdır, siyasət bu deyil, diplomatik bu deyil. Yəni onu bizlər də başarıb bilirik. Müntəha biz çalışırıq ki, biz çalışıqdaq olaraq bu iclaslarda şirkət edib və orada sözümüzü deyək. Danışaq deyək ki, məsələlər bu formadadır. Çünki niyə? Güney Azərbaycanın bütün kadrları xaricdə döktürlərindən tutdu, mühəndislərinə can ən yüksək səviyyədə işləyirlər. Bizim yəni istiqlaliyyətini istəmək üçün Azərbaycanda, Güney Azərbaycanda, İran deyilən ölkədə bir dənə bizim mədrəsəmiz yoxdur ki, gələrlər orada məktəbdə dərs oxuyurlar uşaqlar. Bu uşaqlar 5 yaşından gərək fars dilində dərs oxuyurlar. Ona görə ki,
Mən fikirəm ki, bunu Avropada, Amerikada, hətta Avustraliyada hamısı bilirlər. Bilə-bilə heç vaxt bizim bu haqqımızdan difa eləmirlər. Ta biz özümüz öz haqqımızdan difa eləməz. Ona görə mən fikirəm ki, Sabir bəy də söhbətində onu buyurdular ki, İslam Cumhuriyyəti İranda münafıq cumhuriyyətidir. Yəni bunlar zidd İslamdırlar. Hamısı özləri də bilirlər. Cəhənnəmdə ən böyük yuxarı başda bunların yerləridir. Çünki bunlar ermənilər ki, kristilər, Məsihidirlər, onlara yardım edirlər. Azərbaycan bir cavan cumhuriyyətdir, onların müqabilində. Totaya açırlar. Bizim 35 milyonumuzun haqqı yoxdur ki, orada özünə Türk adı qoysun. Türk adı qoyanda dövlətlər bunların, o dövlət yerlərində çəkirlər, kimlik almağa, orada xət vururlar, fas adları onlara təşrif olunur. Yəni biz bir bu cür yerdə yaşayırıq, ona görə fikir eləmirəm ki, düzdür İran, biz minlər illər İranda hakimiyyət olub bizim dədə-babamız. Bəli, feyli halda ekonomi vəziyyət dünyanın strateji vəziyyəti bu formadadır ki, qəbul eləmirlər ki, İranda bu 35 milyon ki, əksəriyyətdədir, yəni demokratik hakimiyyət qurulsa, Türklər orada əksəriyyətdədir. Düzdür, biz istiqlaliyyət istirik. Bəli, hətta demokratik bir dövlət qurumu ola, federativ hakimiyyət mətrəh edəsələr, yine biz əksəriyyətdir. Yəni, onda gərək, əgər bu formadakı bu hakimiyyət qabağa gedir, onda gərək hamı orada icbarən Türkə öyrəşər. Ərəblər, Kürdlər, Baluçlar, Faslar, hamısı Türk öyrəşər. Yəni, biz bunu illər boyu qəbul eləməmişik, bizim babalarımız da hətta onların öz dillərinə köməkli ediblər və onların sözlüğünü yazıblar. Fasların sözlüğünü Türklər yazıblar. Təəssüf ki, bugün bizim orada yazıb oxumağa, məktəbə, universiteye heç birinə icazəmiz yoxdur öz dilimizdə orada məktəb açaq. Ermənilər 23 min erməni var cəmən İranda. Bu 23 min erməni özünün universitesi vardır, məktəbi var, mədrəsəsi var. Siz baxın, bu Müsəlman Cumhuri İslamiyyət. Baxız da, erməninin orada icazəsi var, hər iş görsün, öz vətəndaşının icazəsi yoxdur. Bu, bunu göstərir ki, Türkiyə düşmanlıq hansı nöqtədən gəlir. Ona görə də bizlər dəqiqən Güney Azərbaycanlılar öz vəziyyətini bilməlidirlər. Öz vəziyyətini, əgər istəyirlər insan təkin yaşasınlar, hətta hansı ölkədə olur olsun, öz həqlərindən difa eləməlidirlər. Biz heç zət istəmirik. Birləşmiş Millətlər Təşkilatında o maddələr ki yazılıbdır, hətta İran ona qol çəkib, İran dövləti. Orada biz o həqlərimizi istirik. Deyib, hər millət istəsə, özü eləyə bilər, öz dövlətini təşkil versin. Deyib, hansı millət istəsə, eləyə bilər, öz dövlətindən sonra o birisi dövlətlərindən də bir dənə federasyon yaratsın. Yəni, bu həqlər bizim varımızdır. Bu həqlər bizim varımızdır. Müntəha, biz hərəkət eləməsiq, Avropa və Amerikada sükut eləyəcəkdir, danışmayacaq. Niyə? Onların ekonomi, orada ekonomi interesləri var, ekonomi niyyətləri var və istəyirlər nəft filan, hamısı axsın, orada nə olur olsun. Ona görə mən fikir edirəm ki, bu əsr ki, 21-ci əsr başlanıbdır, Azərbaycan, Quzey Azərbaycanın müstəqilliyindən sonra güneydə bir dənə oyanış hərəkatı yaranıb ki, bir xurdadda milyonlar insan bir həftə, milyonlar insan Güney Azərbaycanın bütün şəhərlərində küçələrə çıxıb və deyirlər ki, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Bu şüarlardandır. Hər ay deyirlər, biz Türkük. Yəni bunu, o Cumhuri İslamının qabağında bu söhbəti eləməyə çox bir cürət istəyir. Ona görə də bizim dostlarımız zindanlarda, qadınlarımız zindanlarda işgəncə olurlar və biz ki, burada azadıq, onların həqlərindən difə eləməliyik. Ona görə
her bir Güney Azerbaycanlının boynunda bir böyük hak var. Her Türk'ün boynunda bir hak var ki arkadaşlar zindanda olanda, hapishanelerde olanda ifade etsinler. Çünkü bu bütün devletler dünyada kol takipler bu meselelere. Ve biz de Almanya'da hususen ve Avrupa'da ümumən bu meseleleri mətrəh edirik ve bütün parlamentlerde, Avrupa parlamentinde bizden məşvərət edirlər ki, biz İran'la, İran'la diyalog eləsin ya yok. Orada bizleri de çağırmışlar. Biz orada durduk ayağa dedik, eğer siz bir taraftan teröristle mukabele edirsiniz, teröristin aleyhine işiyorsunuz. O bir taraftan istiyor ki o devlet ki teröristin merkezidir, siz ondan işbirliği ediyorsunuz ve bizden de sorunsuz ki işbirliği ediyor ya yok. Ona göre biz orada aşağı sözlerimizi yiyoruz. Çünkü demokratik ülkelerde sözü gerek aşağı diyesen ve cevabını eşidesin. Ona göre DAK'ın ümumi meselesi odur ki orada insan haklarından difa edersin. Orada bütün İran deyilen yerde bütün haklar ki elden gedibdir ve o hakları ele almak için mübarize edersin. Bu bizim niyetimizdir, hareketimizdir ve dəqiqən de bu işe çatmışıq ve bu geçen 6 ayda ben fikirəm ki biz Avrupa Birliği ile, Avrupa Şurası ile, Avrupa Parlamenti ile, İsveç Parlamenti ile, Belçik Parlamenti ile ve sonra Amerika ve Amerika Kongresi ile ve hatta Obama öz yazısında bizim verdiğimiz senetlerden istifade ederdi dedi. Güney Azerbaycan'da 35 milyonun hakkı zayi olur. Yani biz bu yerlere gitmeliyiz ve bunları oraya aparmalıyız. Ve hatta UNESCO'dan da ve İnsan Haklarının Komisyonu Merkezi Ceneb olarak orada rücu eləmişik. Oradan da hatta deyiblər ki 6 nəfər o millətlərin ki dövləti yoxdur, eləyəblər nümayəndə olsun və o Cenevdə eləyəblərlər konferanslarda iştirak eləsinlər. Yəni biz işləməsiz bir iş olmayacaqdır. Mən şəxsən özüm 19 yaşından siyasetin içindeyim və hərəkət edirəm demokrasi ilə və hukuk dövlətinə inanıram və o yolda hərəkət edirəm. Şah zamanında İran'a gedəməzdik, Xümeyni zamanında gedəmirik və onun dövlət əlbəttə olarak gedəmirik və hətta mən istəmirəm o hakimiyyətdə yaşayam. İstəyirəm ki, oraya gedəndə bir demokratik ölkə olsun, orada yaşayam. Ümidim var ki, Türk Birliği köməkdə edir bizə, dünya Türklərinin birliği hamımıza, hem Türkiye'nin ekonomi vəziyyəti yaxşı olsun, onun strateji vəziyyəti nizamın cəhətdən, ordu cəhətindən yaxşılaşsın, ta eləyə bilər ki, biz sözlərimizi deyək və gənc demokratik Azərbaycan dövlətində göz bəbərimiz təkin saxlayaq və çünki o tikan təkin giribdir düşmənlərin gözünə Rusiyadan tutmuş ermənilər və xüsusən beystilah mallar ki İranda hakimiyyət edə onların da gözünə tikan təkin batır. Çünki görürlər gün-bə-gün inkişaf edir bu balaca ölkə və qorxurlar ki sabahçına Türk güclənə və bunların yeri həman olar ki onlara deyərlər ki cümə yolçuları o vəziyyətə düşərlər. Mən hamımızdan təşəkkür edirəm və istəmirəm ki vaxtınızı çox alam və bizim dostumuz vardı, onlarda söhbət edirəm. Təşəkkür edirəm. Sağ olun. İndi isə sözü veririk Əkbər bəy Təqizadəyə ki, özü Sovetdə yaşayır və Azərbaycanda da fəaliyyətdə var, daxilində şura sərgilir. Əjdər bəy dünyanın hər yerində yaşayır. Bizə stres ediyor. Dəyərli xanımlar, əziz bəylər, birinci növbədə biz